Salam əziz izləyicilər. Biz bugün sizinlə toyuq biləsi hazırlayacağıq. Gördüyünüz kimi toyuğun döş hissəsini doğrayırıq. Bu toyuq biləsi toyuğun sadə hazırlanan bir versiyasıdır. İnşallah qismət olsa toyuq biləsinin başqa tür hazırlanma versiyalarını da çəkib sizinlə paylaşacağıq. Biz 2 kilo yarım toyuğun döş əti hissəsinə yarım kilo qoyuruq. 200 qram soğan əlavə edirik. Siz istəsəz zövqə görə azaldıb çoxalda bilərsiniz. Biz iş hissəsində rahat, asan hazır olsun deyə soğanı doğrayırıq. Əstəşə maşından çəkirik. Siz istəsəz soğanı xırda doğrayıb da əlavə edə bilərsiniz. Sadə bir üsulla paprika, üstüyot, pul biber və sarı kök əlavə edirik. İnşallah qismət olsa siz də rəylərə əgər istəyirsinizsə yazarsınız. Toyuq biləsinin başqa tür hazırlama versiyalarını da inşallah çəkib sizinlə paylaşarıq. Maraqlı olsa rəylər bölümündə yazmağı unutmayın. Bəli, gördüyünüz kimi artıq əstəşə maşından çəkib getirmişik və onu yaxşıca yoğururuq. Yaxşıca yoğurmaq şərtdir. Sonra onu xırda kündələr halında bir qabda yığırıq. Əlimiz yağlı olur və biz isti sudan istifadə edirik. Və hazırladığımız kündələri şişə taxırıq. Şişləmə prosesi də çox mühüm bir prosesdir. Əgər siz ilk dəfə şişləyirsinizsə, yaxşı olar ki, onu şişdə əlinizlə çox oynatmayasınız. Saldığınız bir üzürə parmaqlarınızı hərəkət elətdirəsiniz. Hər kündənin üstündən 2 dəfə sıxmaq, 3-cü dəfəsində möhkəm sıxmaq şərtdir. 3-cü dəfə nəyə görə sıxırıq? Ona görə ki, həmin hissə bir-birinə yapışmasın. Həmin yerdən pişəndən sonra rahat qopsun, bir-birindən aralansın deyə sıxırıq. Belə artıq biz yekunlaşdırırıq. Siz də hazırlaya bilərsiniz. Bizi izlədinizsə bəyənməyi unutmayın. Bizə dəstək olmaq istəyirsinizsə abunə olmağı unutmayın. Toyuq biləsini isti köz üzərində bişiririk. Nəzərinizə çatdırım ki, toyuq biləsi biraz incə bölünlədir. Ona görə gerək gözdən qoymayasan, onu tez-tez sevirəsən. Yanmağa meyillidir. Bəli, gördüyünüz kimi gözəlliyi həqiqətən göz qamaşdırır. Əgər siz də hazırlayacaqsınızsa, sizədən nuş olsun. Hələ də bizi izləyirsinizsə, biz sizə təşəkkür edirik. Fikirlərinizi rəylərdə yazmağı unutmayın. Gözləyirəm. Nuş olsun.